Hoş gördük, ay Natiq, hoş gördük. Bu günləri bizi Natiq çağırıb ev çəkməyə. Xırdalan şəhərində Gülnar Şadlıq Sarayı var, xəzinədən yuxarıda. Gülnar Şadlıq Sarayının yaxınlığında 3 otaqlı həyət evimizin çəkilişinə başlayırıq inşallah. Deməli, Xırdalan şəhərindən danışıram. 3 otaqlıdır, marşrut dayanacağı tam yaxınlığında. Elə bu qapıdan çıxdın, 10 metrə getməmiş elə marşrut dayanacaqdır. Rahatlıqla bilirsən. Düz metronun yanına gedir. Memar Əcəmi 20 yanvar metrosuna qədər. Həyətində bir dənə palma ağacı da var. Onu da çəyiş görür. O palmadan bizdən hədiyyə. Haradasa 3-4 min qiyməti var. Gəl. Gəl evi bir dənə. Gəl Natiq, gəl qardaş, gəl. Bura, qardaş, bax bura zal hissəsidir. Əla təmirlidir. Yerləşmə yeri əla bir yerdir. Xırdalanın ən gözəl, quru bir yerində yerləşir. Hündür bir ərazidə. Bura zal hissəsidir. 3 otaqlıdır. Görürsün necə gözəl təmir olunub, saatına, lüstruna, pərdəsinə kimi qoyulub. Gəl, bax, bura mətbəx hissəsidir. Buradan zaldan belə keçirik mətbəxi də. Bura mətbəx hissəsidir. Qiymətini də açıqlayacağım. Az təminatlı ailələr üçün, bütçəsi az olan ailələr üçün münasibdir. Bunun özəlliyi nədir? Qabaqda gördünüz, xırda həyət kimi belə gəlir, koridor kimi. Bura bir yataq otağıdır uşaqlar üçün. Gələcəkdə onun pəncərəsini də böyüdə bilərsiniz. Arkada da həyəti var. Özəlliyi nədir? Özəlliyi. Burada böyük bir yataq otağıdır. Haradasa bir 15-16 kvadratdır yataq otağının ölçüsü. Özəlliyi nədir? Burada arxa tərəfdə belə bir həyəti var. Oturmaq üçün. Görürsünüz necədir? Ayrıca belə çox maraqlı. Burada manqal da qoy, manqal yeri o başdan düzəl, kabab elə. Bu hissədə də ki, oturcuna, çay, büyük. Maraqlı bir variant. Doğrudan da bunun qiyməti 50.000 manata deyil. Real müştəri olarsa gəlsin sahibinə oturalım üzrə, bir dənə çay içərik, samavar çayı. Onunla da qiymətlər münasib edərik inşallah. Gəl buraya bir dənə sanitar qoyuşağını da görsədir. Burada da sanitar qoyuşaq, bütün aksesuarlar qoyulub hazırdır. Burada sanitar qoyuşaq. Qiymət 50.000 manatda Xırdalan şəhəri Gülnar Şadlıq Sarayının tam yaxınlığında 50.000 manata 3 otaqlı həyət evimizi sizə çəkib təqdim elədik. Kimin nə sualı varsa bu ev barədə bizlə əlaqə saxlasın, bizə zəng etsin, səhifədə nömrəmiz olacaq. Məndən bu qədər, kanalımıza abunə olmağı unutmayın, videonu da bəyənin. Sağ olun, minnətdarım bizə.